Heyətdən gəlsə də vağzalı səsi getmək istəmirdi, sevmirdi qəti. Anata müdaxiləsi, qohumların rəyi paramparça etdi neçə ailəni. Ayrılıp geldiler ata evine, elə nifrət etdiler taleylerinden. Bir zaman yaxşıdır get deyənlər, indi maraqlanmırlar həmin insan ilə. Qarışmayın heç kimin sevgişinə, qoy xoşbəxt olsunlar sevdikləriyle. Sevmədən ailə quranların əksəriyyətində güvənsizlik yaranır hər bir kəsə. Ayrılıp geldiler ata evine, elə nifrət ettiler taleylerinden. Bir zaman yaxşıdır get